Kişi yoxşursuz. Az tek bütün kişilər mənə viddə olsun. Onsuz da xoruzlanma gedir. Faiq sağ ol atam. Kül başıma gör nə dövrə gəlmişik ki, qadınları, normal qadınları kişiyə oxşuyuruq. Onu yazan, bax, babamın yoru haqqı saat 12-dən sonra oturursan xoruzların canlısında. Deyirsən, gəl gedək padvalın altına. Ay kişicik. Gör normal qadınları o kişiyə oxşadırsınız. Gör nə qədər anormal dövrə gəlmişik. O qədər xoruzlara baxırsınız ki, başa düşdün? Ya Allah bizim yaxçı kişilərimizi qorusun, yaxçı oğullarımızı qorusun. Sağ ol Faiq, sağ ol atam. Qalmışsınız. Onlar bilsən nədir? And ol Allaha 12-dən sonra xoruzların yanında banlayanlar. Ekran qabağı kişicik rolu oynayıb. Direktorama yazanda ki, harada görüşək? Başa düşdün? Əyninə hər şalvar giyinən kişi sayılmır. Bəs nə gezir bu xoruzların canlısında bu qədər kişilər? Arxa taslarına vurulmayıb ki.